Doktor salam. Salam verirəm. Doktor siz niye sevda həkimi hədələyirsiniz ki, o niye xəstəxanaya bırak? Mənə xəstəxanaya bırakmırsınız ki? Sevda kimi, hansı kimi hədəliyib Sevda kimi? Sevda həkim dünəndən bura mənə bir 5 dəfə zəng vurub ki, Sərxan həkim deyir ki, onu xəstəxanaya sən bırakmısan. O söhbət Elvin gəldi, bizim Elvin gəldi, o söhbət bağlandı. Hə, bildim, ben iyi deyirsiniz ki, cəmaatla sizin nə işiniz var ki, Elvin, şeydə bildim, Elvin, səsliş eləməmsən, paylaşım eləməmsən, qardaş. Paylaşım eləmişəm, qardaş, mən yaxşı eləməsən, mən deyirəm ki, mən işıqlandırmışam, yaxşı, hüquq müstəbsində danışalım. Bildim, mən niyə hədəlirsiniz ki, mən sizdən ağırmışam, mən işıqlandırmışam olan şeyləri. Sən mənə hədəliyirsən. Hədələməkdə videoda göstərmişsən, mən prokurora da, rəisə də məlumat bəyan edirəm. Mən sizə hədələməmişəm, mən nə var, onu çəkib paylaşmışam. Siz hal-hazırda mənə hədəlirsiniz ki, onu tuturacam. Mən niyə tutturursunuz? Xəstə adamam. İkinci qrup əllə, mən niyə tutturursan ki?